Salam aleyküm değerli dostlar. Kimya 8-ci sinif 5.2-ci mövzu, yəni oksidlər mövzusunun video dərsinə başlayaq. Bismillah. İnşallah ki, bu dərs ərzində biz sizlərlə nə öyrənəcəyik? Oksid özü nədir? Oksidlərin alınması hansı qayda ilə aparılır? Sonra qeyri-metal oksidlərin adlandırılması məsələsinə baxacağıq. Sonra metal oksidlərin adlandırılması məsələsinə baxacağıq. Və inşallah dərsimizi yekunlaşdıracağıq. İlk öncə bu oksid nə olan şeydir? Dəyərli dostlar, biz bundan əvvəl yanma prosesini öyrənmişdik. Yanma prosesi nəticəsində maddə oksidlə reaksiya daxil olurdu, oradan bir istilik ayrılırdı və əmələ gələn məhsullara deyəcəklər oksidlər. Deməli, oksidlər nə oldu? Yanma nəticəsində əmələ gələn məhsullar oldu. Dəyərli dostlar, oksidlərə başqa cür tərif demək olar. Baxın, mən tərifə keçməmişdən əvvəl bir şey deyim sizə. Aşağıdakı maddələrə bir dənə diqqət edin. Məsələn, HO, CO, silisium O2, kalsium O, CO2, N2O, bütün bu maddələr hamısı oksidlərdir. Və baxın, hərəsi də iki növ elementdən ibarətdir. Biri oksigenli, biri digər elementdir. Məsələn, HO-ya baxın, hidrogendən və oksigendən ibarətdir. Dəm qazı karbondan və oksigendən ibarətdir. Silisium O2, silisiumdan və oksigendən ibarətdir. Kalsiumdan və oksigendən ibarətdir. Karbondan və oksigendən ibarətdir. Azotdan və oksigendən ibarətdir və s. Deməli, dostlar, hökmən iki növ element olacaq, baxın. Onun birisi də oksigen olacaq. Yəni, şagirdlərə soruşursan ki, ey gözəl insan, bu gördüyün maddə oksiddirmi? Deyir, müəllim, xeyr. Deyirsən, niyə? Deyir, çünki burada 3 növ element var. Burada var natrium, burada var azot, burada var oksigen. Mən nə dedim? 2 növ element olacaq. 3-cü növ element olmaz. Və hökman da içərisində oksigen olmalıdır. Məsələn, göstərsən ki, ey mübarək vətəndaş, bu gördüyün oksiddirmi? Deyir, xeyr. Deyirəm, niyə? Deyir, çünki onun içərisində müəllim oksigen yoxdur. Kalium var və xlor var. Qısası, oksid ola bilməsi üçün önəmli faktor nəymiş dostlar? Bunun içərisində hökmən və hökmən oksigen olmalıdır və 2 növ element olacaq. Üçüncü növ element də olmaz. Dəyərli dostlar, bəzən şagirdlər nəyi çaşdırırlar? Ay müəllim, neçə dənə hərf var burada, nə bilim? Siz böyük hərflərə baxın, dırnaq arası ifadədir tabii ki bu. Böyük hərflərə diqqət edin. Neçə dənə böyük hərf varsa o qədər element var. Məsələn, buna bir diqqət edin. Baxın, burada yazılıb CO2. 3 dənə hərf görürsünüz də. S hərfi, I hərfi və O hərfi. Siz ancaq böyüklərə baxın. Böyük hərf bir dənə S hərfidir, bir dənə O hərfidir. Və yaxud da aşağıdakı maddə ilə. CaO yazılıbdır. Yəni, baxın, C hərfi böyükdür, O hərfi də böyükdür. Deməli, burada 2 növ element var. Qısası, neçə növ element varsa, o qədər də böyük hərf var deyəcək. Bu, çox belə deyək, dırnaq arası bir izahat idi, amma hər halda da belə yadınızda qalar inşallah. Belə, dostlarım, 2 növ element olacaq, bir oksigen olacaq, biz bundan deyəcək oksid. Bəzi oksidlər var ki, onların tarixi adları var. Mən burada yazdığım maddələr boşuna yazmamışam, bunların tarixi adları var. Məsələn, HO-nun tarixi adı bildiyiniz kimi sudur. Su. Sonra silisium O2, bunun tarixi adı qumdur. Buna çay qumu deyirlər, dəniz qumu, nə deyirlər desinlər? Qum. Sonra CO2, yəni CO2. Buna nə deyəcəyik biz? Buna deyəcəyik karbon qazı. Karbon qazı. Dəyərli dostlar, bir də bir şey vurğulayım ki, buna quru buz da deyirlər. Bunun bərkalı var, ona quru buz da deyirlər. CO var. Buna biz deyəcəyik dəm qazı. Allah qorusun, zəhərli bir qazdır. İnsanı öldürə bilir. Sonra kalsium oksid. Buna biz deyəcəyik sönməmiş əhəng. Bu N2O-ya da biz deyəcəyik güldürücü qaz. Və yaxud da buna şənləndirici qaz da deyirlər. Niyə görə buna belə deyirlər? Deməli, şirin hər bir dadı var bunun. Bu qazla nəfəs aldıqda insan qoşu başından gedir. Belə əhval-ruhiyyəsi qəşəngləşir, gülür, danışır, ondan sonra da özündən gedir. Bunu tibbdə narkotik kimi istifadə edirlər. Qısası, bu gördüklərimiz tarixi adlardır. Tarixən insanlar bunlara belə deyiblər. İndi gələk biz oksidlərin alınması məsələsinə. Birincisi, bəsit maddə oksigenlə reaksiya girəcək və oksid alınacaq. Məsələn, baxın, maqneziumdan oksigen reaksiyaya daxil olur. Burada alınacaq maqnezium və oksigeni yan-yana yazıram. Dostlar, maqnezium ikinci qrup elementidir. Sabit müsbət 2 oksigenləşmə dərəcəsi göstərir. Bax, burada müsbət 2. Oksigen də mənfi 2. Və bunlar ixtisar edirlər, ayaqlara heç nə düşmür. Belə də qalır. Maqnezium O. İndi su ilə, daha su H2 ilə O2-nin reaksiyasından. Əmələ gələcək su. Necə olacaq bu? Hidrogen və oksijeni yazıram. Hidrogen birinci qrup elementi. Deməli, müsbət 1 oksigenləşmə dərəcəsi göstərir. Oksigen də birləşməlidir. Mənfi 2 oksigenləşmə dərəcəsi göstərir. Baxın, yazıram burada. İşarələrə diqqət eləməyin. Ədədləri çarpaz olaraq indekslərə göndərək. Oksigen yuxarısındakı 2-ni hidrogenin ayağına göndərəm. Hidrogen yuxarısındakı 1-i də oksigen ayağına göndərəm. Sadəcə yazılmır. Yadınızda qalsın ki, bir indeksi yazılmaz. Bitdi. Formulumuz oldu H2O. Bu qədər bəsit. Və yaxud da keçəyib burada. Dostlar, karbonla oksigen yadınızda qalsın. Əgər karbon tamam yanıbsa,
əmələ gələcək karbon qazı. Yox, natamam yanıbsa əmələ gələcək dəm qazı. İkisi eyni anda əmələ gəlmir. Yəni karbon qazı və yaxud da dəm qazı əmələ gəlir. Sonra litiumla oksigen reaksiyasında yenə də həmən qaydadadır. Litium birinci qrup elementidir, deməli müsbət 1. Oksigen də mənfi 2 oksijen dərəcəsi göstərir. Çarpı zoraq ayaqlara göndərsək litium 2O olacaq. Bəs argentium oksigenlə reaksiyaya girmir. Dəyərli dostlar, oksigenlə reaksiyaya girməyən bir çox element var. Sadəcə sizin kitabınızda bunu verib, deyə mən də bunu verirəm. Əslində halogenlər də, yəni flor, xlor, brom, yod oksigenlə birbaşa reaksiyaya girmir. Sonra argentium, platin və aurum oksigenlə birbaşa reaksiyaya girmir. Həmçində nəcib qazlar oksigenlə birbaşa reaksiyaya girmirlər əsasən. Ona görə də biz dəyərli dostlar deyəcəyik ki, sadəcə sizin kitabınızda bunu verib, mən də ona görə bunu göstərdim sizə. Bu bəsit maddələrin, yəni elementlərin oksigenlə reaksiyasıdır. Bir də var kimyəvi birləşmələrin oksigenlə reaksiyası. Baxın, yəni mürəkkəb maddələr. Mürəkkəb maddələr də oksigenlə reaksiya daxil olduqda oksidlər əmələ gəlir. Dərdə sonra burada bir şey diqqət eləyək. Yəni qorxu eləməyin. Ay müəllim, biz bunu nətər yadda saxlayacağıq. Baxın, sol tərəfə əsasən, sol tərəfdəki məntiq əsasən, sağ tərəfdəkiləri də yazmaq mümkündür. Bax, siz dəm qazı, daha doğrusu CH4-ə ayrı-ayrılıqda baxın. Yəni karbon kimi və hidrogen kimi baxın. Karbon yansaydı nə əmələ gəlirdi? Ya karbon qazı, ya da dəm qazı əmələ gəlirdi. Mən yazıram karbon qazı. Üstə gəlirəm. Deməli, hidrogen yansa bəs nə əmələ gəlir? Hidrogen yananda da su əmələ gəlirdi. Bitdi. Və yaxud da indi natamam yandıraq, dəm qazı və su əmələ gəlsin. Bu arada bu yazılım reaksiyaları da öyrənək, çünki bunlardan suallar da gəlir bizə. Və yaxud da növbətçisi. Baxın, fosfor yananda P2O5 əmələ gəlir. Hidrogen yanında da su əmələ gəlir. Yəni, belə parçaladıq tərkib hissələrinə yaza bilirik. Və yaxud da sink S. Baxın, sink metaldır və bundan əvvəlki dərsimizdə də biz öyrənmişdik ki, metallar yanında metal oksidlərinə çevrilirlər. Burada da yazıram sink oksid. Üstünə gəlirəm, bir də burada kükürd var. Kükürd yanında da SO2 qazını əmələ gətirirdi. Bitdi. Yəni, bu şəkildə yaza bilərsiniz. Keçək növbəti məsələmizə. Dəyərli dostlar, qeyri-metal oksidlərini necə adlandıracaq? Qeyri-metal oksidlərini adlandırmaq üçün biz saylardan istifadə edəcəyik. Yunan sayları. Xahiş edirəm, bu sayları əzbərləyək. Bu saylar necədir? Mono, di, tri, tetra, penta, heksa, hepta, okta, nona, deka var. Mən sizə heptaya qədər yazmışam. Heptaya qədər bəsdir oksidləri öyrənmək üçün. Deməli, gəlin birinci adlandıraq P2O3-ü. Görürsünüz, burada 2 dənə fosfor var. Deyəcəm, difosfor. Baxın, 2 deyil axı. Difosfor. 3 dənə də oksid var. Trioksid. Uşaq, bir şey diqqət edək. Trioksigen demirik ya. Difosfor, trioksid. Bu şəkildə edəcək. Və yaxud da, baxın, buna diqqət eləyək. 2 dənə azot var. Deyəcəm, diazot. Bir dənə də oksigen var. Monooksid. Dəyərli şəkillər, birinci atomdan bir dənədirsə, onun monosu deyilmir. Amma ikincidən bir dənə olanda monosu deyilir. Məsələn, diazot monoksid dedim. Amma indi növbətisinin adlandırması, yəni NO-nun adlandırılmasına baxın. Burada mən monoazot monooksid deməyəcəm, uşaqlar. Nə deyəcəm bəs? Deyəcəm azot monooksid. Baxın, yazıram. Azot monooksid. Və yaxud da digərində deyəcəm kükürd dioksid. Fikir verdinizsə dostlar, mən monokükürt dioksid demədim. Kükürt dioksid deyirəm birbaşa. Bu bizim üçün qeyri-metal oksidlərin adlandırılması. Dəyərli dostlar, bizə ən çox rast gələcəyimiz qeyri-metallar hansılardır? Onları da burada yazıram ki, bir daha qeyri-metallar da yadımıza düşsün. Dəyərli dostlar, qeyri-metallar hansılardır? Hidrogendir, sonra deməli bor, karbon və silisium, sonra azot və fosfor, oksigen və kükürd, flor, xlor, brom, yod. Baxın, bunlar nələrdir? Bizim ən çox istifadə olunan qeyri-metallardır. Bunlardan başqa qeyri-metallar mı var? Sadəcə bizə ən çox rast gəlinəcək qeyri-metallar bunlardır və biz əsasən bunlar üzərində hesablamalar falanlar aparacağıq. Belə, keçək indi metal oksidlərinin adlandırılması. Metal oksidlərinin adlandırılmasında dəyərli dostlar 2 dənə qaydamız var. Birincisi, əgər metal sabit oksijeşmə dərəcəli metaldırsa, sabit oksijeşmə dərəcəli metallarda hansılardır? Görün, onları sizin üçün bir dənə yazın burada, yadınıza düşsün bir daha. 1A qrupun, birinci qrupun əsas yarım qrupunun elementləridir. Yəni, onlar hansılardır? Dəyərli dostlar, mən metallar deyirəm, hidrogen 1A qrupundadır, sadəcə onu deməyəcəm, çünki mən metallardan danışıram. Deməli, nə deyəcəm? Litium, natrium, kalium, rubidium, sezium, fransium, düz istifadə olmayacaq fransium hər halda.
Bu sabit deməli müsbət bir oksidaşma dərəcəli olan elementlərdir. Yəni 1A qrupunun elementləridir. Sonra 2A qrupunun elementləri var. Onlar hansılardır? Berilyumdur, maqnezium, kalsium, stronsium, barium və radium var ki, bunları da istifadə eləməyəcəm. Nəysə, amma hər halda yazım. Sonra bir də alüminium var. Sabit müsbət oksidaşma dərəcəli olan elementdir. Dəyərli dostlar, burada bir dənə də sink əlavə edirəm. Düzdür, sink 2A qrupunun elementi deyil, sadəcə o da özünü 2A qrupunun elementləri kimi aparacaq. Bu siyahıda adları gördüyünüz elementlər sabit oksidaşma dərəcəli elementlərdir. Deməli, bu dərəcədə olan elementlərdən, dəyərli dostlar, birinci dərəcədə olanlar sabit müsbət 1 oksidaşma dərəcəli olan elementlərdir. İkinci dərəcədə olanlar sabit müsbət 2, nəhayət üçüncü, yəni alüminiumda sabit müsbət 3 oksidaşma dərəcəli olan elementlərdir. Bunların oksidlərini görəcəyik isə, dəyərli dostlar, biz əlavə heç nə deməyəcəyik. Sadəcə metalın adını deyəcəyik, sonra oksid deyəcəyik. Məsələn, yazdım natrium 2O. Biz burada sadəcə deyəcəyik natrium oksid. Natrium oksid. Baxın, başqa heç nə demirik. Yəni, ayağında indeksində nə olur olsun, fərq yoxdur bizim üçün. Və yaxud da burada deyəcəm kalsium oksid. Və yaxud da burada deyəcəm alüminium oksid. Fikir verdiniz də, indeks neçə olur olsun. Mənim üçün fərq yoxdur. Bəs yerdə qalan digər deməli metalların oksidlərini necə adlandıracaq? Yəni dəyişkən oksidaşma dərəcəli elementlərin oksidlərini necə adlandıracaq? Orada artıq elementin adı, yəni metalın adı, sonra onun oksidaşma dərəcəsi, amma rum rəqəmi ilə, sonra da oksid sözünü deyəcəm. Yəni nə demək istəyirəm? Belə təsəvvür edək, baxın. Ferium O var, ferium 2O3 var. Birincidə metalın oksidaşma dərəcəsi müsbət 2, ikincidə də müsbət 3-dür. Mən bunu adlandıranda nə deyəcəm? Birinciyə deyəcəm dəmir 2 oksid. İkincidə deyəcəm dəmir 3 oksid. Deməli, şagirdlər soruşurlar ki, ay müəllim, sən nə bildin ki, ferium O-da dəmir müsbət 2-dir, ferium 2O3-də də dəmir müsbət 3-dür oksidaşma dərəcəsi. Birincisi, 2 metod var. Oksigen hər zaman mənfi 2-dir oksidaşma dərəcəsi. Elementlərin oksidaşma dərəcələri çarpaz olaraq deməli ayaqları enirdi deyə, əgər ayaqlara heç nə enməyibsə, deməli oksigenin üstündə mənfi 2 imişsə, dəmirin də üstündə müsbət 2 imiş ki, bunlar ixtisar cəmdər ayaqlara heç nə düşməyib. Nəticədə ferium O alınıb. O birisində də deməli oksigenin ikisi dəmirin ayağına keçib, dəmirin üstündəki 3 də oksigenin ayağına keçib ki, ferium 2O3 alınıbdır. Belə də tapa bilərsiniz. Bir də ən əla metod oksidaşma dərəcənin cəmi 0 olur. Oradan da yola çıxa bilərik. Məsələn üçün, mənə belə bir maddə verilir. Xrom O3. Mənə deyir ki, bunu adlandır. Birinci, mən xromun buradakı oksidaşma dərəcəsini təyin eləməliyəm. Bunun üçün nə edəcəm? Oksigen mənfi 2-dir. Xrom da deyək ki, X-dir. Xromun ayağında da heç nə yoxdur. Heç nə yoxdur. Deyək ki, 1 var da burada. Təsəvvür edin, 1-i X-a vururam, elədir X. Üstünə gəlirəm. 3-ü də mənfi 2-ə vururam, eləyir mənfi 6. Dostlar, elementlərin oksidaşma dərəcəsinin cəmi 0 qəbul olunur. Yəni, bu ikisi cəminə 0 deyəcəm mən. Nəticə etibarıyla X də buradan bərabər olacaq müsbət 6-ya. Deməli, xrom burada müsbət 6 oksidaşma dərəcəsi göstərilmiş. Onda bunu adlandıranda nə deyəcəm? Xrom 6 oksid. Bitdi. Yəni, qısası elementin oksidaşma dərəcəsini bu şəkildə tapa bilirmişik. Dəyərli dostlar, diqqətinizi görə təşəkkürlər. İnşallah növbəti dərsdə görüşərik.